sevimli bir gündür. İmam Sadiq aleyhissalam buyurdu ki, şi'atuna xuluqu min fadili tinatina, yafrahuna bi farahina ve yahzanuna bi huznina. İmam Sadiq aleyhissalam buyurdu ki, bizim dostlarımız, bizim yaradılan, biz ki o torpaqdan yaradılmışıq, onlar da o torpaqdan, o mayadan yaranıblar. Ona görə onlar bizim sevincli günlərimizdə sevinərlər, kədərli günlərimizdə kədərli olarlar. Ona görə bugün xanım Zəhranın doğum günü Peyğəmbər və onun pak ailəsi üçün sevincli gün olduğuna görə biz də həmən gündə sevinirik, şadlanırıq. Ona görə bu hamımız üçün bayramdır. Bütün insanlar üçün, bütün Peyğəmbər və onun əhl-i beytinə aşiqləri üçün, onlara məhəbbəti olanlar üçün bugün bayramdır, sevincli bir gündür, şad bir gündür. Amma xanım Zəhranın doğum günü olduğuna görə məşhurdur ki, bugün analar bayramı kimi, qadınlar bayramı kimi İslam aləmində müsəlmanlar üçün qəbul olunur. Ona görə qardaşlar tədarük görüblər, balaca bir lütf eləyiblər, çiçək alıblar, gül alıblar. İnşallah məclisdə olanların hər biri gedəndə ondan birini götürər, evdə olan balaca qızlarımıza, ailəmizə hədiyyə verərlər ki, qoy bu günləri bütün insanların, xüsusilə qız balalarımızın yaddaşında yazılsın ki, bugün dünya xanımlarının xanımı, bütün xanımlara, bütün qadınlara örnək ola bilən, meyar ola bilən, ülgü ola bilən Həzrəti Zəhra salamullahi aleyhanın viladət günüdür, sevincli gündür, bayram günüdür. Ona görə qardaşlardan xahiş edirəm ki, gedəndə bunu da yaddan çıxarmasınlar inşallah. Hərəsi bir gül dəstəsi götürsün. Əuzu billah minəşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstə'in və huvə xeyru nasirin və mu'in. Thumma salatu və salam ala əşrəfil ənbiyai vəl mursalin habibi ilahil aləmin. Seyyidina və nəbiyyina və habibi qulubina və şəfi'i zunubina Əbil Qasim Muhammed ibn Abdullah sallallahu aleyhi və alə alihi tahirin və la'nətullah alə a'daihi məcma'in minəl an ilə qiyavmi yevmiddin. Xanım Zəhra salamullahi aleyha barəsində müxtəlif cihətlərdən söhbət açmaq olar. Düzdür, xanım Fatimə Zəhra salamullahi aleyha 18 il yaşayıb. 18 il bu dünyada ömür sürüb. Amma o 18 ildə elə bir mənalı ömür yaşayıb ki, elə bir rəngarəng, elə bir çeşidli, elə bir gözəl, insana layiq olan bir həyat yaşayıb ki, ona görə həyatının hər sahəsi örnəkdir. Həyatının hər sahəsi, hər hissəsi bizim üçün ölçüdür, nümunədir, ülgüdür, dərsdir, ibrətdir. Uşaqlıq illəri, Peyğəmbər salavatullahla birgə onun xidməti, atasına xidmət, Peyğəmbərə xidmət, Əli evində ailə münasibətləri və s. sözləri, kəlamları, xütbəsi, hansı tərəfdən, xanım barəsində nazil olmuş Qur'an ayələri, xanım barəsində deyilən Peyğəmbər sözləri, imamlarımızın kəlamları, hamısının hər tərəfdən yapışdıq bir hissədən yarım saat, bir saat söhbət edəcək ən aşağısı. Amma mən istəyirəm ki, bu günləri başlayayım xanımın ailəsindən. Çünki insanın ilk tərbiyəsi ailədəndir. Ailənin qiyməti ilə insanın qiyməti bilinər. Xanım Zəhra salamullahi aleyhanın atası Xatəmül Ənbiya Seyyidül Mursəlin, bütün yaranmışların, bütün peyğəmbərlərin, bütün mursəllərin, Allah rəsullarının ən şərəflisi və ən fəzilətlisi olan əziz Peyğəmbərimiz Həzrəti Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləmdir. Atası budur. Anası xanım Xədicədir. Xanım Xədicə də elə bir xanımdır ki, Peyğəmbər salavatullah buyurdu ki, kişilərdən kamilliyə çatan çox olub. Bəli, 124 min Peyğəmbər olub kişilərdən və sair imamlar, vəsilər, vəlilər və sair insanlar yetişib kişilərdən. Amma qadınlardan kamilliyə çatan 4 nəfər olub, 4 qadın olub ki, o kamilli, gözəl qadın çox olub aləmdə. Və indi də çoxdur. Amma 4 qadın kamillik zirvəsinə ucalıb, həmən 4 qadından biri xanım Xədicə salamullahi aleyhadır. Xanım Zəhra salamullahi aleyhanın anası. Xanım Zəhranı dünyaya gətirən qadın budur. Ola bilsin, mən bunu deyəndən sonra birinin zehnində belə bir sual yaransın ki, axı İslamda insanın qiyməti ailə ilə ölçülmür.
İslamda insanın qiyməti nəsli ilə ölçülmür, kökü ilə ölçülmür, əməli ilə ölçülür. Allah buyurur Quranda İnne əkrəməkum indəllah ətqakum. Sizin ən əziziniz, Allah yanında ən əziz insan, ən təqvalı insandır. Demədi nəsli ən yaxşı olan insandır. Ha? Ola bilsin belə bir sual meydana gələr ki, İslamda nəsillə, ailə ilə, ata ilə, ana ilə ölçülmür, insanın öz əməllərinə görə Allah insana qiymət verir. Niyə görə bəs sən xanım Zəhra salamullah əleyhanın fəzilətindən danışanda onun atasını və anasını önə çəkirsən? Niyə? Nə üçün? Ona görə mən cavab verirəm bu suala. Ki, insanlar üç qisimdir, əzizlərim. Üç qisim insanlar var. Bir qisim insanlar var ki, Allah göstərməsin. Allah göstərməsin. Onların əməlləri də bir şey deyil, kökləri də bir şey deyil. Yəni, nəsəbi də bir şey deyil, əməli də bir şey deyil. Bunların misalı çoxdur, onlardan bir misalı da məsələn Yezid. Yezidin atası Muaviyə, nəsəbi budur. Babası Əbu Süfyan, nənəsi Hind. Məlumdur, bunlar İslam tarixindən və insan tarixini bilənlər bilirlər ki, bunlar adların saydıqlarımız kim olub. Amma əməlinə də gələndə əməli də bir şey deyil. Yezid meymun oynadır. Yezid qumar oynayır, Yezid araq içir, Yezid şərab içir, Yezid budur, Yezid budur. Bir meymunu vardı, tarix yazır. Bir adını qoymuşdu Əba Qeys. Ad da qoymuşdu ona. Hər kəs ona meymun desəydi cəzalandırardı. Deyərdi, yox, siz buna meymun demiyorsunuz, bu Əba Qeysdir, buna Əba Qeys çağırın. Yəni, bu insanın əməli də bir şey deyir, nəsəbi də bir şey deyir. Belə insanlar dünya və axirətdə xəsarət, ziyan çəkənlərdandır. Xəsarət dünya və axirət. Allah göstərməsin, bunların işimiz yoxdur. Mövlud günündə qanımızı qaratmayaq. Yaxşı, ikinci dəstə insan var ki, onların nəsəbləri bir şey olmayıb, amma əməlləri gözəl olur. Bir kökü, bir nəsəbi, bir nəsli yoxdur. Layaqətdir, amma əməlləri gözəldir. Belə insanlar da əlhamdülillah, onlar Allahın saadətinə çatanlardan olur. Bəli, bunun da misalı tarixdə çoxdur. Və onlardan biri də elə Ümmü Həbibə xanımdır ki, Allah ondan razı olsun. O da Əbu Süfyanın qızıdır, amma Peyğəmbərin gözəl xanımlarından biridir. Əməli ilə, təqvası ilə, imanı ilə, Allah qarşısında pəhrizkarlığı ilə bir mərtəbəyə çatıb ki, Allah yanında məqamı var. Nəsəbi olmasa da, kökü olmasa da. Bu, əlhamdülillah. Ona görə belə bir insana daha icazə vermir İslam ki, sən onun nəsəbin yadına salasan, deyəsən, sən filan, xeyr. Əbu Zərül Qəffari, Bədəvi ərəblərindən idi. Amma öz əməli ilə, təqvası ilə elə bir həddə çatdı ki, Peyğəmbər salavatullahın olduğu ən gözəl səhabələrində. Yaxşı. Üçüncü qisim insanlar var. Bunların nəsəbi də gözəldir, əməli də gözəldir. Nurun əla nurdur bu. Bu gözəllik üzərində gözəllikdir. Bu şərəf üzrə şərəfdir, fəzilət üzrə fəzilət. Bu biraz da gözəl. Bunların da misalı xanım Zəhra salamullah aleyha. Əməli də gözəldir. Biz heç vaxtı əməli olmayıb, nəsli yaxşı olanı tərifləmərik. Xeyr, tərifə layiq də deyil. Əbu Ləhəb Peyğəmbərin əmisidir. Amma Quran onun barəsində buyurdu ki, Təbbət yada Əbu Ləhəbin və təb. Sınsın Əbu Ləhəbin qoşa qolları. Biz onu heç tərif eləmərik, eləyə də bilmərik. Kafir olub, kafir də dünyadan gedib. Amma xanım Zəhra salamullah aleyhanın nəsəbi necə gözəldirsə, əməli də gözəldir. Bu şərafətdir. Bu fəzilətdir. Ona görə siz ziyarətnamalara fikir verirsiniz, görərsiniz ki, məsələn, İmam Hüseyin əleyhissalamın ziyarətləri daha çoxdur da ziyarətnamaları. Görürsən ki, iki dillə İmam Hüseyini salamlayırsınız. Birində deyirsiniz ki, Əssalamu aleykə yəbnə Rasulillah. Birində deyirsiniz, Əssalamu aleykə ya varisə Rasulillah. Yəni, birinin tərcüməsi belədir ki, salam olsun sənə ey Peyğəmbər övladı. Birində salam olsun sənə ey Peyğəmbərin varisi. Fərqi hiss elədiniz? Peyğəmbərin övladısan ya Hüseyin, yəni sənin nəsəbin, nəslün, kökün, soyun şərəflidir, fəzilətlidir. Salam olsun sənə Peyğəmbərin varisi, Peyğəmbərin həqiqətən varisi də sənsən. Onun yolu ilə də gedənsən sən. Yəni sənin əməllərin də gözəldir, nəsəbin də gözəldir, nəslin də gözəldir. Bu şərəf üzrə şərəfdir. Ona görə xanım Zəhra salamullah aleyhanın atası Peyğəmbər salavatullah, anası xanım Xədicə. Xanım Xədicə elə bir məqama çatdı ki, Peyğəmbər salavatullah həmişə onu yad eləyərdi, həmişə onu yad eləyərdi. Soruşardılar ki, ya Rəsulallah, hətta xanımlarından biri dedi Peyğəmbərə. Dedi,
ya ey Allahın Rəsulü, sən niyə xanım Xədicəni elə yad edirsən? O dünyasını dəyişib ondan şərəflisini Allah sənə verib. Ondan şərəflisini Allah sənə bəxş eləyib. Bunu deyəndə Peyğəmbər sallallahu dedi, uskuti, sakit qal, danışma, dayan. And ola Allaha, Allah ondan yaxşısını mənə vermədi. Allah ondan fəzilətlisini mənə bəxş eləmədi bir qadın kimi. Xədicə xanım məni təsdiqlədi o zaman ki, insanlar təkzib eləyirdi. İnsanlar məni danırdılar, Peyğəmbər kimi tanımırdılar. Həmən zamanda Xədicə məni təsdiqlədi. Xədicə xanım bilirsiniz, qardaşlar, bilməlisiniz. Ən ərəbdə imkanlı qadınlardan biridir, amma Peyğəmbər sallallahu həyat yoldaşı olandan sonra ki, 15 il keçdi Peyğəmbərə peyğəmbərlik verildi və ilk namazını da Peyğəmbər sallallahu xanım Xədicə ilə və əleyhissalamla birgə qılıb. Bu da tarixlərdə var. İlk Peyğəmbərlə birinci gün ona iman gətirib və Peyğəmbərliyin artıq 9-cu, 8-ci illərində xanım Xədicə Şeybə Əbu Talibdə müsəlmanlarla birgə mühasirədə idi. İndiki dillə düzü iqtisadi blokadadır. Çünki Məkkə kafirləri qanun qoymuşdular ki, heç kəs müsəlmanlardan alver eləməsin, onlara satmasın, onlardan almasın. Onları çox çətin bir vəziyyətdə, acınacaqlı bir vəziyyətdə saxlayırdılar. Həmən anda müsəlmanlar həmən bu göyərtinlə, ancaq bununla güzaranını keçirdirdilər. O zamanda xanım Xədicə, o imkanlı qadın, hər nəyin İslam'a fəda eləyib, gəlib Peyğəmbər sallallahu o da 3 nəfərə, 4 nəfərə bir xurma ilə iftar eləyirlər, bir xurma ilə çörək yeyirlər. Ruzu günlərin güzaranını keçirdirlər. Belə bir həddə gəlib çatıb. Və Allah yanında buna görə məqama çatıb xanım Xədicə. Əzizlərim, qardaşlarım, yadımızda saxlayaq bunu. Allah yanında o vaxt insan məqama çatır ki, nəyisə fəda eləməlidir. Nəyisə fəda eləməlisən, keçməlisən. Heç nədən keçmək istəmirəm, güzaranım gözəl olsun, rahat olum, yaxşı olum. Heç kəs mənə heç hörmətsizlik də belə eləməsin, amma Allahın da yanında mən əziz olum, xeyr, belə şey yoxdur. Kimdirsə sizə yalan deyir, Allahdır sizi. Allah yanında gərək nəsə verəsən, fəda eləyəsən, keçəsən, ondan sonra Allah yanında əziz olasan. Mən misallar çəkimsə baxın, İmam Hüseyin əleyhissalam Allah yanında əzizdir. Nəyə görə əzizdir? Nəyə görə əzizdir? Ona görə ki, İmam Hüseyin əleyhissalam fəda elədi, keçdi. 6 aylıq körpəsindən, oğlu Əli Əkbərdən, qardaş Əbəlfəzdən. Fəda elədi, ucaldı Allah yanında. İmam Əli əleyhissalam niyə Allah yanında əzizdir? Buna görə. İmam Əli əleyhissalamın barəsində alimlər deyirlər ki, əgər o zamanda yaşayan adama lazım deyil idi ki, İslam tarixi oxusun. Nə qədər əli sağ idi, İslam tarixinə ehtiyac yox idi. Niyə? Çünki əlinin siması İslam tarixi idi. Siması tarix idi. Baxırdım, başına görürdün Xəndək döyüşü. Üzünə baxırdım Bədir döyüşü. Bu üzündə Uhud döyüşü. Qolunda Zat-ı Səlasil döyüşü. Sol qolunda Hüneyn döyüşü. Hər döyüşdən yarası var idi. Hər döyüşdən 83 döyüş olub Peyğəmbərin zamanında, 23 il ərzində 83 döyüş və onların bəzilərində qansız qurtarıb, sülhlə, danışıqla nəticələnib, amma 70-ə yaxın qanlı vuruşma olub, onların 68-də Əli əleyhissalam iştirak edib, 2 döyüşdə fəqət iştirak eləməyib, o da Peyğəmbərin göstərişi ilə nümayəndə kimi saxlayıb onu Mədinədə. 68 döyüşün hər döyüşündən yarası vardı İmam Əli əleyhissalamın. Buna görə əziz olur, buna görə artır. Yoxsa daima insan olsun öz şəhvətinin sorağında, ondan sonra desin ki, mən istəyirəm ki, Allah yanında əziz olum. Yox, qardaş, belə şey yoxdur. Gərək keçəsən. Mən 2 aydan yuxarıda Azərbaycandaydım. Görürsən, haqsızlıq deyirsən, görürsən, zülüm deyirsən, müsəlmançılıq bir yana qalsın, bu bizim insanlıq borcumuzdur. İnsan gərək, gördü ki, bir şey haqdır, gərək deyə. Görürsən, adam elə istəyənlərdir, başqası deyir. Hə, Seyid belə deməklə, səni də tutarlar, sənə əziyyət verərlər, sənə filan olar. Deyirəm, bəli. Necə eləyək ki, bəsə Allah yanında ucalar? Şimdi mənə əziyyət olmasın, mən zindan görməyim, mən ağır söz eşitməyim, mən, amma Allah yanında da əziz olum, xeyr, belə şey yoxdur. Fəda eləməlisən, malından keçməlisən, candan keçməlisən. Onda Allah yanında əziz olarsan, onda Allah yanında ucalırsan. Budur yolu, budur qanunu. Budur yolu, budur qanunu. Ona görə ariflərdən birindən soruşdular ki, necə eləyək biz Allaha çataq, dedi, öz nəfsini qoy ayağının altına, çat Allaha. Qəşəng sözdür. Hər yüksəkliyə qalxmaq üçün bir nərdivan, bir pilləkən, bir lift lazımdır. Allah yanına qalxmaq üçün o pilləkən sənin nəfsini tapdalamağındır.
Dəmir piləkən düzəldiblər qardaşlar. Tapdaladı, çıxdı bura, ikinci mərtəbəyə. Nəyisə tapdalamalısan, çıxmalısan, ucalmalısan, yüksəlməlisən. Nəfsini tapdala ucal girən. Xanım Xədicə bunu bacardı, ona görə ucaldı. Xanım Xədicə nəfsin tapdaladı ayağının altında. Milyonların sərvətin, varın, dövlətin Allah yolunda, İslam yolunda, Peyğəmbər yolunda qurban elədi, ucaldı xanım Xədicə. Elə bir məqama çatdı ki, Allah Taala ona ən böyük pay, hədiyyə xanım Zəhra kimi bir övlad verdi. Ona görə əzizlərim, bu özü böyük bir dərsdir. Böyük bir ibrətli bir dərsdir. Xanım Xədicədən alınmalı bir dərs. Elə budur bizə. Elə kifayət eləyir bu. And ol Allaha kifayət eləyir bu. Başa düşən insan üçün, Quranın dili ilə düşü qəlbi səlim, sağlam qəlbi, ürəyi olanlar üçün bu məna kifayət eləyir ki, xanım Xədicə Allah yanında ucalır, Zəhra anası ona görə ki nəfsindən keçir, ona görə ki dünyasından keçir, ona görə ki fəda eləyir. Xanım Zəhra salamullahi aleyha necə dünyaya gəlib, bilirsiniz bunu? And ol Allaha deyirəm, hansı tarix xanımın necə dünyaya gəlişin yazıbsa bunu yazıb. Xanım Xədicə Məkkədə dünyaya gəlib. Şükürlər olsun Allaha, indiyə qədər o evdə elə qalır. Məkkədən təqribən 200 metr aralıda o Peyğəmbərin doğulduğu ev, xanım Zəhranın doğulduğu ev ki, Peyğəmbər Salavatullahın babası Əbdülmuttalibdən qalmayıb, indiyə qədər qalır, qorunub, saxlanılır, şükür olsun Allaha. Və Peyğəmbər Məkkədə, xanım Zəhra Məkkədə dünyaya gəlib. Peyğəmbərlikdən 5 il keçəndən sonra, yəni Peyğəmbər Salavatullahın 45 yaşı olanda Allah Taala ona xanım Zəhranı verdi. 5 ildir Peyğəmbərliyə çatmışdı. Həmən dövrdə Peyğəmbər Salavatullah Məkkədə 5 ildir İslam gəlib. Bilirsiniz, İslam dini gələndə 3 il gizlin oldu. 3 il Peyğəmbər aşkar demədi, La ilahə illallah, Muhammed Rasulullah. Gizlində dedi. Gizlində dedi. O gözəl insanlar ki, çöhrəsindən, simasından bilinirdi, təravət yağırdı. Üzlərindən, gözlərindən onları Peyğəmbər Salavatullah seçərdi, onlara sirlə, gizlin şəkildə onlara deyərdi ki, İslamı müjdələyirdi. 3 il belə oldu. Və elhamdülillah bu 3 ilin içərisində müsəlmanlar bir həddə gəlib çatdılar. 3 ildən sonra Allah Taala əmr elədi ki, Ya Rasulallah, artıq aşkar bəyan elə İslamı. Peyğəmbər Salavatullah bəyan elədi aşkar. 2 ildir aşkar İslam yayılır. Kafirlər də bunu çox amansızcasına, şiddətlə qarşılayırlar. Əbu Sufyanlar, Əbu Cəhillər, Əbu Ləhəblər, Əbular razı deyirlər bunlar. Barışmırlar İslamla, razılaşmırlar. Niyə? Çünki İslamla razılaşsalar, o zaman bu yalancı dünyada olan qürurları ki var, ağalıqları ki var dırnaq işarəsində, o ağalıqlarını itirəcəklər. Ona görə razılaşmırlar. Şiddətlə qarşılayırlar İslamı. Elə bir zamanda xanım Xədicə dünyaya, xanım Zəhra dünyaya gələn günüdür, bax bugünkü gün. Bilirsiniz də, qadın da övlad dünyaya gətirəndə gərək qadına kömək ola. Qadına kömək olmalıdır. Ona görə Peyğəmbər Salavatullah düşüb, Məkkədə qapıları döyür. Kişilər çıxır qapıya, nə istəyirsən? Deyir, xahiş edirəm, xanımınızı göndərin, mənim xanımıma kömək eləsin. Övlad dünyaya gətirən haldadır. Deyirlər ki, xeyr, gəlmirik. İkinci qapı da belə, üçüncü qapı da belə. Peyğəmbər Salavatullah Məkkədə bütün yaxınları, evləri fırlandı, heç kəs gəlmədi. Ona görə gəlmədilər ki, çünki xanım Xədicə Peyğəmbərə iman gətirib, ona görə. İndi ardın xanım Xədicə danışsın, özü nəql edir, tarix yazıb. Tarixlər yazıb, tarix yox, bir tarix yazmayıb. Xanım Xədicə deyir ki, mənim həmən ağır anımdır, ağır haldayım ki, o son dəqiqələr bir gözümü açdım, gördüm başımın üstündə 4 mübarək xanım var, 4 müqəddəs xanım var. Özüm də dəhşətə gəldim. Soruşdum, sən kimsən? Onlardan biri dedi ki, mən İbrahim Peyğəmbərin xanımı Sarə xanımı. İkincisinə dedim, sən kimsən? Dedim, mən Musa Peyğəmbərin bacısı Ümmü Gülsüməm. Üçüncüyə dedim, sən kimsən? Dedim, mən İsa'nın anası Məryəməm. Dördüncüyə dedim, sən kimsən? Dedim, mən Fironun xanımı Asiya xanımam. Və hətta tarixdə təfsilatı ilə yazılıb.
ki xanım Zəhranı birinci kim aldı qucağına, Həzrəti Məryəm aldı qucağına, necə büyükdür, necə bu dərəcədə yazılıb, amma mənim məqsədim o deyil. Mənim məqsədim budur ki, bu 4 mübarək xanımın başqa bir aləmdən gəlib, bu aləmdə xanım Xədicəyə kömək eləyib, xanım Zəhra dünyaya gəlir. Xanım Zəhra odur dünyaya gəlir. Burada da ibrət almalı dərslər çoxdur, əzizlərim. Vallah çoxdur. Nə qədər